Ha, Elim yandı gəlir, cehbot gəlir. bu nə gözəllik. Ay maşallah. Buzovna deməyim də. Buzovnadan üzü Maştağaya gələndə. Albalı marketdən Maştağıya gələndə dostlar, belə bir dənə 2 mərtəbəli, qətiyyən neft ərazisi deyil. Yəni onu qeyd edim. Necə deyil? Şatoya oxşuyur. Şatoya oxşuyur, hə. Dostlar, asfaltdır. Asfaltdan ikinci evdir. Mərkəzə, o Qlavna Maştağa Buzovna yolu var. Orada çox yaxın bir ərazidir. Çox axtarırdınız nə? Şəxsi tikili. Bax belə bir dənə gözəl evdir. Ağzın ayrıq qalacaq. Qalsın. Bax, inan Allah. Bura nədir? Bura bisetkasıdır. Hətta podobyek. Xanım deyir, gözəllik salonu kimi istifadə eləmək istəyirdim. Yəni nəzərə alın ki, belə podobyekdir. Bura müəyyən ağac. Arxa tərəfi də yoldur. Arxa tərəfi də məhəllə arası yoldur. O belə 2 mərtəbəli, 2 mərtəbəli. O gördüyünüz kimi belə deyək ki, əzəmətli bir evdir. Dostlar, həyətdə burada sanitar qovşağı var. Burada da bir otaq var. Bunu araşdıraq görək bu nədir. Amma yol qırağıdır da, salon zət eləmək A, dostlar, burada bax belə genişdir. Sonra burada belə heyvan saxlayırlar. Belə də yeri var. Toyuqçuca saxlamaq. Hə, keçək inşallah. Evə ağzın ayrıq qalmasın. Keçək evə. Ha, dostlar, daxil olduq. Özü üçün tikilmiş evdir, keyfiyyətlidir. Ev sahibi də özü də ustadır. Çox qəşəng eləyib. Hə, bax gör nə qəşəng, maraqlı bir proyektdir. Belə geniş qonaq otağı var. Ev sahiblərinə həmişə deyir, işığı yandırın gələndə. Bax gör nə boydadır sahib. Geniş. Hə, ağzın ayrıq qalacaq. Ay, mətbəx də ki, mətbəxdir. Həqiqətən tam olaraq fərqlidir. Bax belə təbii daşlardan istifadə edib. Gör nə gözəldir. Dostlar, aboy qalıb. Aboy da öz zövqünüzə uyğun inşallah eləyərsiniz. Hə, biraz evdə də ola bilər yaşayış olmayıb. Yox, indi yaşayış var, Turan, hal-hazırda. Sadəcə Kombilərinə olaraq qədər hamısı genişdir. Müəyyən işləri qalıb. Dostlar, görürsünüz, bax, qəşəng kapitalını bax belə remontda eləyib. Qalxaq hara? İkinci mərtəbəyə. İkinci mərtəbəyə. Demək, ikinci mərtəbədə o belə yeri də var, paltar yüyən qoymaq üçün. Görürsünüz, hamısı sanitar qovşu, əsas pul aparan bunlardır. Tam olaraq hazırdır. O belə 3 dənə də yataq otağından ibarətdir. Otaqlar belədir. Bu bizim növbəti belə yataq otağıdır. Bu işıqlarını da yandırım. Bu növbəti belə yataq otağı. Bu da yataq otağı. Sonra keçək. Buradan balkona çıxışdır. Buranı da çəkdik yataq otağını. Hə, burada belə yataq otağıdır. Qiymət olaraq dostlar, üzü Albalıdan Maştağaya gələndə gördüyünüz bu 2 mərtəbəli, hazır gel yaşayıb, sadəcə biraz kombisinə, radiatorlarına qədər hamısı var. Qiymət olaraq 110.000 manata. Yaxşı. Qaldı ağzın ayrıq. Qaldı. Real müştəriyə 756 0047 real müştəriyə super endirim var. Super endirim var.